Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız yenə müasir insanın problemlərinə həsr olunub. İnanc böhranı və mənəvi boşluq. Bu mövzunu müzakirə etmək üçün həmsöhbətim fəlsəfə üzrə fəlsəfə doktoru Eldar Kərimovdur. Eldar müəllim, xoş gördük. Xoş gördük. Eldar müəllim, bugün sizinlə maraqlı bir mövzunu müzakirə edirik. Biz çalışırıq ki, Haqqın dərgahı verilişində xüsusilə müasir problemlərlə bağlı məsələləri gündəmə gətirək. Onlardan biri də məhz xüsusilə gənc nəsildə ortaya çıxan mənəviyyat böhranı ilə əlaqəlidir. Böyük ölçüdə şəhərləşmə, urbanizasiya, insanların sosial həyatı, mənəviyyatdan uzaq bir ətraf mühit insanları müəyyən baxımdan təsirləndirir. Onlarda müəyyən inanc problemlərinin, mənəvi problemlərin, mənəvi böhranların yaranmasına gətirib çıxarır. Bax, istərdim ki, əvvəlcə buradan başlayaq. Mənəvi böhran deyəndə biz nəyi nəzərdə tuturuq və bunun yaranmasının səbəbləri nələrdir? İnsanın ağlına ilk olaraq bir maddi böhran gəlir. Maddi böhranın içərisində aclıq var, susuzluq var, xəstəlik var, fizioloji problemlərdir. Bir də mənəvi böhran var. Biz bəzən maddi böhranlar üzərinə fokuslanırıq. Yəni, daha yaxşı yerlərdə işləmək, daha çox pul qazanmaq, daha yaxşı yeməklər yemək, daha yaxşı evlərdə yaşamaq. Amma mənəviyyatımız üzərinə, yəni bu mənəvi böhranla bağlı bir o qədər də, belə deyək, cəhd göstərmirik. Həm özümüzdə, həm də gənclərimizdə. Gənclərin daha yaxşı universitetlərdə oxuması üçün hədəflər qoyuruq, onların daha yaxşı inkişaf etmələri üçün dəstək oluruq, amma onların mənəviyyatında və mənəvi böhranlarında hansı əksikliklər var, hansı problemlər var, onun nöqtəsindən gəlməyə çox vaxt çalışmırıq. Mənəvi böhran dediyimizdə insanın daxili ruh dünyasının artıq süquta uğraması deməkdir. Buna müasir dünyada ruhun səssizliyi deyilir və ruhun səssizlik epidemiyasıdır bu. Müasir dünyanın ən böyük problemi mənəvi böhran. Bəli. Artıq qloballaşan dünyada fərdlər və dövlətlər arasındakı yaxınlaşmalar, istənilən hər hansısa bir dövlətin vətəndaşının və yaxud da hər hansısa bir moda sektorunun nümayəndəsinin üzərinə qoyduğu qiyafələrdir, əlbisələrdir. Bugün bizim cəmiyyətimizdə eyni gündə, eyni zamanda müşahidə edə bilirik. Bugün Azərbaycanda yeyilən qidalarla digər Avropa ölkəsində yeyilən qidalar artıq eyniləşməyə doğru gedir. Bir qloballaşma bizi fərdi olaraq, nə qədər hərçənd ki özümüzü müəyyən qədər, belə deyək, fərqli düşünsək də, biz nə qədər özümüzü fərqli mövzulara və yaxud da fərqli kodekslərə qoysaq da, amma bir eyniləşmə var dünyada. Yəni, hər kəs eyni paltarı geyinir, hər kəs eyni mobil telefonlar üzərinə fokuslanır, hər kəs eyni qidalarla qidalanmağa çalışır və hər kəsin geyimindən onun bədən ölçülərinə qədər bir eyniləşmə baş verir. Bu eyniləşmənin içərisində də əsas bizim üzərində durduğumuz bu mənəvi böhran da artıq eyniləşmə çevrəsi ətrafında eyni bir nöqtədə cərəyan etmiş olur. Bu nə deməkdir? Yəni, əgər Avropa cəmiyyətində və yaxud da bizim ətrafımızdakı cəmiyyətlərdə mənəvi böhran yaşayan gənclər, onların problemləri artıq bizim gənclərin problemi ilə eyniləşir. Bununla bağlı ilkin nöqtədə biz qeyd edirik ki, bunu hər zaman mənəvi böhranın əsas təməlində psixoloji səbəblər var. Yəni, bunun psixoloji, sosioloji və ideoloji səbəbləri var. Psixoloji səbəblərin başında kimlik böhranıdır. Buna identity crisis də deyilir. Kimlik böhranı, yəni burada gəncin, Eriksonun çox maraqlı bir təsbiti var bununla bağlı, məşhur psixoloq və o qeyd edir ki, psixososial inkişaf nəzəriyyəsinin banisidir Erikson və bu insanın doğumundan ölümünə qədər davamlı olaraq mərhələlərdən keçdiyini və bu mərhələlərdə mütləq şəkildə bir krizlərlə qarşılaşdığını iddia edir və bu krizlərdən nə qədər uğurlu keçərsə insan artıq digər yaş qruplarında özünü həm kimlik olaraq, həm şəxsiyyət olaraq daha yaxşı formalaşdırır. Bu 0-1 yaş, 1-3 yaş, 3-6 yaş, 6-12 yaş, 12-18 və bu şəkildə davam edir 65 üzərinə.
Burada məsələ nədir? 0-1 yaşındakı belə deyək, körpəlikdə insan dünyaya ilk göz açdığı gündən etibarən bir güvən hissini anasından öyrənir. Əgər orada bir güvənsizlik baş verərsə, növbəti yaş kateqoriyalarında onu toparlamaq, onu müalicə etmək çətin olur. Əgər ana ilə körpə arasındakı o birlik, bərabərlik, güvən eyniləşirsə, o sonradan ətrafındakı insanlara qarşı güvən duyğusunu da yaxşı bir şəkildə formalaşdırır. Ancaq bizim üzərimizdə durduğumuz gənclər olduğuna görə bu 12-18 yaş ilkin yetkinlik dönəmidir və 18-40 yaş arasındakı Eriksonun böldüyü bu yaş qruplarında mən kiməm sualını cavablandırır. Əgər o konkret olaraq mən kiməm sualına cavab verə bilmirsə, həmin o yaş qrupunda, yaş kateqoriyasında sonrakı mərhələlərdə mənəvi krizlərlə üzləşmiş olur. Mən kiməm sualına cavab vermədən öncə onun biz ailə dəyərlərinə baxırıq, ətrafındakı dostlarına baxırıq və cəmiyyətə baxırıq. Yəni, bir insanı formalaşdıran ən önəmli faktorlar birinci onun ailəsidir, ikinci ətrafındakı dostlarıdır, üçüncü də cəmiyyətdir. Cəmiyyət də xüsusilə də son dövrlər sosial şəbəkələrdir, internet dünyasıdır və artıq əvvəllər cəmiyyətin bir qınaq çubuğu var idi, bir qınıyırdılar ki, bu belə olar, bu sözü belə desəz daha yaxşı olar və yaxud da bu geyimi bu şəkildə geyməyin, bu şəkildə geyin. İndi bu qınaq azaldığına görə əxlaqi dəyərlərdə də müəyyən qədər eroziya baş verdiyi zaman bəli, gənclərdə bu mənəvi böhranın əsas bünövrəsi atılmış olur. Daha sonra sosial problemlər, qeyd etdiyimiz kimi sosial səbəblərin də başında həm cəmiyyəti vurğuluyuruq, həm ailəni vurğuluyuruq və internet dünyasının insanların, xüsusilə də gənclərin beyninə impozə etdiyi, yürütdüyü mənfi istiqamətli bilgilər və məsələlər insanları mənəvi böhrana sürükləyir, nə yazıq ki. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. Biz övladlarımızın, gənclərin maddi baxımdan inkişafı üçün hər cür investisiyanı qoyuruq. Onları hazırlığa göndəririk, elmlənməsini, maddi elmləri, texniki elmləri öyrənməsi üçün həddindən artıq cəhd göstəririk. Amma onların mənəvi dünyasının inkişafı, mənəvi böhranlarla necə baş edəcəkləri, onları necə öhdəsindən gələcəkləri ilə bağlı onları təəssüf ki, həyata hazırlamaqda bəlkə də geri qalırıq. Çünki bu bir xüsusi bir yanaşma tələb eləyir, bu bir xüsusi bir şuur tələb eləyir. Yəni, əvvəlcə böyüklər, bəlkə valideynlər bu barədə şuurlu olmalıdırlar ki, baxlarım, qeyd etdiyiniz məqamlar var idi, yəni müxtəlif yaş mərhələləri var. Hər yaş mərhələsində övlada yanaşma, insana yanaşma fərqli olmalıdır. Biz də çox zaman gənclərlə çalışırıq və onlar içərisində kifayət qədər həqiqətən dediyiniz kimi o kimlik krizini aşmış, özünü bu mənada tanımış, hədəflərini, məqsədlərini qarşısına qoymuş gənclərin sayılmayacaq qədər çoxdur. Amma bununla yanaşı sanki xüsusilə 18 yaş, 12-18 yaş arası gənclərdə bir məqsədsizlik sindromu, bir məqsədsizlik problemi, hədəfsizlik probleminin olduğunu görə bilirik, müşahidə edirik. Yəni, ətrafdan müşahidələr də bunu göstərir. Yəni, tam olaraq həyatda hansı istiqamətə gedəcəklərini, hansı yolu tutacaqlarını və ya daxili olaraq necə bir insan kimi özlərini yetişdirəcəklərinə dair bir fikrin olmadığını görürük. Bax, istərdim ki, biraz bu məsələ ətrafında müzakirə edək. Burada biz maddi yorğunluq, fiziki yorğunluq deyilən bir yorğunluğumuz olur bizim bəzən. Fiziki işlər görür insan, yorulur, bir müddət dincəlir, yatır və daha rahat özünü gümrah hiss edir. Amma mənəvi yorğunluq olduğu zaman, o mənəvi
necə ki, o uşaqlara ki, biz diqqət eləmirik bu mövzularda əksər vaxtlarda, bu mənəvi yorğunluq elə bir yorğunluqdur ki, o yorğunluğu yatmaqla da aradan qaldırmaq olmur. Bəli, onu dincəlməklə də aradan qaldırmaq olmur. O mənəvi yorğunluq sənin daxili öz enerjindir, düşüncə sistemindir və düşüncə sisteminin də davranışa özünü göstərməsidir. Biz hər zaman deyirik, yəni psixologiyada əsas duyğular, düşüncələr və davranışlardır. Duyğularımız düşüncələrimizə çevrilir, düşüncələrimiz də davranışlarımıza çevrilir. Odur ki, gənclər üzərindəki bu mənəvi problemlərin yaşanmaması üçün bizim üzərimizə düşən vəzifələr nədən ibarətdir? Hamımız qəbul edirik ki, bir sürət dövründə yaşayırıq. Hər şey sürətlidir. Elə bil ki, sürət qatarında oturmuşuq və ətrafımızdakı o mənzərələrin heç birini görmürük və istədiyimiz yerə sürətli gedib çatırıq. Amma biraz yavaşlasaq, ətrafımızda nə qədər gözəl mənzərələrin olduğunu görə bilərik. Ağacların, dağların, çayların. Biz elə bir sürətli dövrün və zamanın içərisində gedirik ki, özümüzə vaxt ayıra bilmirik. Hər şeyə vaxt ayırırıq və hər şeyin içərisində özümüzü unuduruq. Özümüzü unutduğumuz zamanda o mənəvi boşluq bir gün bizim başımıza böyük bir bəla olur. Bizim etdiklərimizi uşaq müşahidə edir və mənim atam hər zaman tələsir, mənim valideynlərim internet olmadığı zaman qəzəblənir və bu sürət əsrində uşaq da sürətin içərisində özünü itirməyə doğru gedir. İkinci ən önəmli məsələ, uşağa vaxtın və zamanın dəyərli olduğunu qeyd etməyimiz lazımdır. Necə ki, Qurani Kərimdə də Asr surəsi elə buna tam bu məsələnin ən önəmli problemin özəyini göstərmiş olur. Vəl-asr, bəli. Burada əsrə and içilir, zamana and içilir. İnnəl insənə ləfi xusur. İnsan həqiqətən xüsran içərisindədir. Xüsusilə də zaman baxımından. Çünki biz bu dünyada hər şeyimizi geri gətirə bilirik müəyyən qədər. Təbii ki, ölənləri, itənləri deyil. Amma insanın müəyyən qədər pulunu itirirsə, biraz da çalışıb daha çox qazana bilər. Vəzifəsini itirirsə, bu olmasın, digər olsun. Amma zaman elə bir neymətdir ki, biz onu heç bir şəkildə geri gətirə bilmirik. Və bu zamanın içərisində zamansızlıq yaşayırıq, nə yazıq ki. Zaman var, hər zaman zamanı keçirməyə çalışırıq, amma düşünmürük ki, biz zamanı keçirdiyimiz zaman əslində ömrümüzü keçiririk. Yəni gedən zaman deyil, bizim ömrümüzdür. Odur ki, gənclərə zamanın dəyəri, indi də məşhurdur təbii ki bu şey, o time management dedikləri, yəni zamanın idarə olunması, bununla bağlı seminarlar, bununla bağlı tədbirlər, proqramlar olur, amma nə yazıq ki, onun həyata tətbiqatı çox zəifdir. Yəni bilmək başqadır, dərk etmək başqadır. Dərk edən insan o zamanını maksimum şəkildə dəyərləndirməsi lazımdır. Övladlarımıza zamanla bağlı düzgün tərbiyə verməyimiz lazımdır, mənəvi böhrana düşməmələri üçün. Övladlarımıza davamlı olaraq başqaları ilə müqayisə edirik. Çox təəssüflər olsun. Son zamanların ən mənfi xüsusiyyətlərindən biridir. Çünki elə bir sürət içərisində yaşayırıq ki, sürət davamlı olaraq uğuru da özü ilə birlikdə gətirməyi məcbur edir. Yəni başqaları bu kursa gedir, o kursa gedir, bu nailiyyəti əldə etdi və övladımızı da onunla müqayisə edirik. Və bu müqayisə içərisində həmin uşaq emosional tükənmişlik sindromu ilə üz-üzə qalır. Emosional olaraq tükənir, artıq başqaları ilə mən müqayisə olmuram, valideynlərim mənə güvənmir, mənim qabiliyyətim yoxdur, ətrafımdakı hər kəs məndən uğurludur düşüncəsi ilə yaşayır. Və ən önəmli məsələ də sosial şəbəkələrin insanlara göstərdiyi və insanların zehnində mənəvi boşluğa səbəb olduğu əsas xüsusiyyətlərdən biridir. DAQ sindrom deyilən bir sindrom var müasir dünyanın, xüsusilə də sosial şəbəkələrin məşhurlaşdığı dövrdən sonra ortaya atılan bir sindrom. Buna ördək sindromu deyirlər hətta. Bir göldə üzən ördəyi təsəvvür edək, çox rahat bir şəkildə, heç bir əziyyət çəkmir həmin ördək, yaxşı bir şəkildə üzür və hesab edilir ki, onun heç bir cəhd göstərmir və əziyyət çəkmir. Amma suyun altında qalan hissəsində onun ayaqları o qədər sürətli hərəkət edir ki, yəni biz mümkün deyil ki, hər hansısa bir canlı o hərəkəti icra etsin. Bu mənada sosial şəbəkələrdə görünən xoşbəxtliklə o arxa planda çəkilən əziyyətin və arxa planda nə qədər xoşbəxt olmayan insanların olduğunu da dərk etməyimiz lazımdır. Yəni görüntü bizi aldatmaması lazımdır. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Bəlkə bununla təqvalı olasınız. Bəlkə də biz bir
simulyasiyanın içərisindəyik. Yəni süni bir aləm təsəvvürümüz var. Xüsusilə gənc nəsildə deyirəm. Yəni bütün həyatı və sosial çevrəsi sosial şəbəkələrdən ibarət olan gənclərin bir təsəvvür dünyası var. Yəni o təsəvvür dünyasında hər şey fərqli görünə bilir. Gerçəkdə bir çox şey bundan fərqlidir. Dediyiniz kimi insanları başqa şəkildə görür. Asan yoldan qazanmağın, asan yoldan uğura getməyin mümkün olduğunu və çox bəsit olduğunu düşünür. Amma gerçək həyatda bunun belə olmadığını anladığı zaman taleyə bir küskünlük meydana gəlir, qədərə bir küskünlük meydana gəlir. Nəticə itibarilə o dəyərlər də artıq onda aşınmağa başlayır. Xatırlat, çünki xatırlatmaq insanlara fayda verər deyə bir ayə var. Yəni bəlkə də bu doğruları, dəyərləri xatırladaraq, mütəmadi olaraq gənclərin diqqətində saxlayaraq bu problemlərin öhdəsindən gəlmək olar. İstərdim bax İslam nöqteyi nəzərindən bu problemlərdən çıxış yolu olaraq nələr qeyd edə bilərik? Hansı nəzər və praktik təklifləri irəli sürə bilərik? İslam dini qeyd etdiyiniz kimi bir insanın ümumiyyətlə şəxsiyyət formalaşmasını 3 ana başlıq altında dəyərləndirir. Burada birinci şəxsin özünün inkişafıdır. Bunun həm elmi olaraq, həm fiziki olaraq istənilən şəkildə fərdin şəxsi inkişafıdır. İkinci fərdin mənəvi inkişafıdır ki, bunun dini ibadətlərin, dini ritualların icra olunmasıdır, Allahın qadağalarından uzaqlaşıb əmrlərinə uymasıdır. Üçüncü də cəmiyyətə faydalılıq əmsalıdır. Yəni burada 3 ana başlıqda biz gənclərə öz tövsiyələrimizi verə bilərik. Birinci, özlərini inkişaf etdirsinlər, davamlı olaraq oxusunlar, davamlı olaraq yeniliklərə açıq olsunlar. Yəni bir şeyin davamlı olması üçün, yəni onun davamlı üzərində çalışılması lazımdır. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin də buyurduğu kimi Əhəbbul ə'məli ilallahi ədvəmuhə və in qallə. Allaha ən sevimli əməl az da olsa davamlı olan əməldir. Davamlılıq sənə mütləq şəkildə uğur gətirəsidir. Bu şəxsi inkişafın üçün önəmlidir. İkinci, mənəvi inkişafın üçün. Gündəlik ibadətləri və vaxt ayırmağın lazımdır. Çünki ibadətlər istər digər dini araşdırmalarda, digər dini cəmiyyətlərə və yaxud da qruplara məxsus olan insanlar üzərində də aparılan tədqiqatlar, İslam dininin üzərində də aparılan tədqiqatlar, müsəlmanlar üzərində gündəlik edilən rutin ibadətlər insanın stres hormonunu azaldır. Yəni özü ilə Rəbbi ilə arasındakı o kontakt, o birlik və bərabərlik onda mənəvi güc verir və stimul yaradır ki, sən həyatda daha möhkəm bir şəxsiyyət olaraq formalaşasın. Üçüncü ən önəmli məsələ də cəmiyyət üçün faydan nədir? Hər kəs, o gənclərə xüsusilə də, hər zaman danışdığımız zaman, onlara tövsiyə etdiyimiz zaman deyirik, yatdığımız zaman, yastığa başımızı qoyduğumuz zaman bu gün özüm üçün nə etdim, dinim üçün nə etdim, Allahın razı qaldığı əməllər etdimmi və cəmiyyət üçün, toplum üçün, dövlətim üçün, millətim üçün nə etdim? Bu dövlət, millət, xalq üçün də edəcəklərin sənin yenə də özünü inkişaf elətdirib yeni bir elmi işlər ortaya qoymaqdır. İmkanın varsa yardım etməkdir. İmkanın varsa sədəqəndir, zəkatındır. Bu şeyləri sədəqə-i cariyələrdir. Yol çəkdir, bulaq aç, əgər imkanın varsa. Yəni bunlar hamısı elmdə təbii ki, İslamın ən vacib buyurduğu, həm müsəlman, mömin qadınlara, həm də mömin kişilərə vacib olan əsas əməllərdən biridir. Eldar müəllim, çox gözəl tövsiyələri qeyd elədiniz. Əlbəttə ki, müasir gəncliyin bəlkə də üzərində dayandığı ən mühüm problemlərdən biri olaraq sürəti qeyd elədiniz. Sürət həqiqətən sadəcə gəncləri deyil, eyni zamanda yetişkin insanları da bir baxıma o mənəvi dərinliklərdən uzaqlaşdıran, həyatın qayğıları, məişət qayğıları, sosial işlər, bütün bunlar bir baxıma insanları mənəvi həzlərdən, belə deyək, uzaq sala bilir. O baxımdan insanların ən azından müəyyən dövrlərdə bir dayanmalı olduqlarını bilmələri lazımdır. Bir dayanıb, öz üzərlərində, öz mənəvi aləmlərinə yönələrək diqqətlə onu dinləməli olduqları bir artıq insani bir ehtiyacdır. Bunu mütləq şəkildə yerinə yetirmək lazımdır. Ailələr bu barədə diqqətli olmalıdırlar.
övladlarının inkişafını, eyni zamanda mənəvi inkişafını təsadüflərə həvalə etməməlidirlər. Onlara o qayğı ilə, o nəzərlə, mərhəmət və şəfqət gözü ilə baxmalıdırlar ki, o sevgini, mərhəməti və şəfqəti övlad hiss eləyə bilsin. Belə bir söz var, deyilir ki, sizin övladlar dediklərinizi deyil, onlara hiss etdirdiklərinizi yaşayırlar, kodluyurlar. Yəni biz onlara nəyi hiss etdiririksə, onlar onunla böyüyürlər. Bax, ona görə də o mərhəməti, sevgini, şəfqəti, dəyərləri, doğruluğu, dürüstlüyü onlara hiss etdirməli və bu həyatın böyük girdabı içərisində tək başına qalmamaları üçün əlimizdən gələni etməliyik. Eldar müəllim, mən sizə çox təşəkkür edirəm. Psixoloji mövzular adətən həm gənclərin, həm böyüklərin maraqla izlədikləri, diqqət mərkəzində saxladıkları mövzulardır. Mən ümid edirəm ki, sizinlə yenə görüşəcəyik və bu kimi aktual mövzularda sizinlə fikir mübadiləsi aparacağıq. Gəldiyiniz üçün təşəkkür edirəm, minnətdaram, çox sağ olun. Çox sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişində növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.